Tez-tez videoda təkrarlayıram ki, çoxlu video çəkin ki, satışınız artsın, amma bir nüans da var. Çoxlu video çəkməkdən əlavə siz gərək hər gün eləyəsiniz. Yəni bunu bir gün elədiniz, 2-3 gün elədiniz, sonra buraxdınız. Elə bir ki, o bir gün buraxan kimi 3 gün elədiyin əziyyət hədər olur və əgər bir həftə buraxsan, bir ay işlədiyin proses hədər olur. Bir də təzədən o izləməni qaldırmaqdan ötürü, yəni satış da izləməyə bağlıdır. Nə qədər çox izləmə olursa, o qədər çox satış olur. Necə ki, reklama pul buraxırsınız, əgər 50 dollar buraxanda, məsələn 20.000 baxış gəlirsə, 10.000 dollar buraxanda maksimum 3.000, 4.000 baxış gəlir. Məsəl üçün deyirəm, mən reklama pul buraxmadım, əvvəl buraxırdım. Amma bugünkü gündə elə belə video çəkib paylaşsanız, günlük rutinin, nəm işdəki olan proses, təhvil verdiyiniz yerdəki olan proses, bu inanın ki, satışlarınıza bəs eləyəcək, nəinki o reklama pul buraxmaqdansa bu daha üstündür.